Avropanın İsyan Dabliyev Hava Qatarı Mərkəzinin model proqramlarını yeniləmiş məlumat tələblərinə əsasən Azərbaycan arasında may ayının 5-i 6-sında Böyük Qafqaz arasında yağıntılarda artım ehtimalları var. Çünki Qara Dəniz arasında daşınan rütubət hava axınlarının təsirindən Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamax, Xızı, eyni zamanda Dağlıq, Şirvanda, Quba, Qusar, Xasmaz, Şabran, Gəncə, Qazaxda, Kiçik Qafqazın Daşkəsən, Gədəbə, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, Naxçıvan, Dağlıq rayonlarında may ayının 5-i, 6-sı və 7-sində hava şəraitinin tez dəyişilməsi, lokal leysanların yağması ehtimalları var, dolu ehtimalları da var. Ümumilikdə may ayı ərzində Azərbaycan arasında böyük bir istiləşmə ehtimalları, böyük bir istilik dalğasının baş verməsi ehtimalı 2026-cı ilin may ayında çox zəif bir ehtimal olaraq qalır. Bu barədə yenilənmiş məlumat antenləri kanalda yayınlanacaq. May ayının artıq 5-i axşama doğru yenə də Azərbaycan arasında buzluluqda artım ehtimalları var. May ayının 6-sında da bu proses davam edə bilər. Ümumilikdə may ayının 6-sı, 5-nin 6-sına keçən gecədə növbəti lokal xarakterli yağıntı buludlarının Böyük Qafqazdan və Mərkəzi aralarından keçməsi ehtimalları var. Bakı arasında bu proseslərin təkrarlanması ehtimalları may ayının 5-dən 6-sına keçən gecə ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Ümumilikdə artıq may ayının 6-sı gündüz saatlarına doğru lokal xarakterli yağıntı sistemləri Gəncə, Qazaxdan Böyük Qafqaz arasından keçəcək və bu da Böyük Qafqaz arasında axan çayların sululuğunun bir xeyli artmasına səbəb ola bilər. May ayının 6-sı gündüz saatlarında yenə də Gəncə, Qazaxda Böyük Qafqaz arasında Kiçik Qafqazda və Naxçıvanda arabir leysan yağışlarının yağması, şimşək çaxması, dolu yağması ehtimalları var. May ayının 6-sı axşama doğru artıq Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamax, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq, Şirvanda, Qazax, Gəncədə, Daşkəsən, Gədəbə, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın dağlıq rayonlarında, Sədərək, Orduba, Şahbuzda, eyni zamanda Naxçıvanın şəhər mərkəzində də şimşək çaxması ehtimalları var, yağış yağacaq. Yağıntılar Böyük və Kiçik Qafqazda lokal leysan xarakterli intensiv və güclü ola bilər. Ümumilikdə Azərbaycan ərazisi 2026-cı ilin may ayı ərzində isti və soyuq cəbhələrin təsiri altında olacaq ki, nəticədə Azərbaycan ərazisində temperaturun tez-tez yüksəlib azalması gözlənilir. Hava şəraitinin gün ərzində bir neçə dəfə tez dəyişilməsi gözlənilir. May ayının 6-sı axşama doğru bu sistemlərin artıq yenə də Gəncə, Qazaxda və Böyük Qafqazda aktiv olması nəticəsində yağıntılar davam edəcək. May ayının 6-sı axşam saatlarında 6-sından 7-sinə keçən gecə bu proses bir qədər zəifləyəcək. Ümumilikdə hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi ehtimalları var. May ayının 7-sində gündüz saatlarında yenə də Kiçik Qafqazda, Böyük Qafqazda, Dağlıq Şirvanda və Lənkəran Astrada yağıntılar ehtimalları var. May ayının 7-si artıq may ayının 7-si axşama doğru yenə də Gəncə, Qazaxda, Kiçik Qafqazda, Böyük Qafqazda və Dağlıq Şirvanda yağıntılar ehtimalları var. May ayının 7-si axşama doğru bu proses bir qədər zəifləyəcək. May ayının 8-i gündüz saatlarında Azərbaycan arasında hava şəraiti nisbətən sabitləşsə də may ayının 8-i günün ikinci yarısında yenə də dağlıq ərazilərdə, xüsusilə də Kiçik Qafqazda və Böyük Qafqazda yağıntılar ehtimalları var. May ayının 8-i axşama doğru gecə saatlarında bu proses zəifləyəcək. May ayının 9-u gündüz saatlarında yenə də dağlıq ərazilərdə topa yağış buludlarının inkişaf ehtimalları var. May ayının 10-unda 10 may tarixində gündüz saatlarında mərkəz aralığında və Bakıda hava nisbətən sabitləşsə də dağlıq ərazilərdə yenə topa yağış buludlarının inkişafı nəticəsində qısa müddətli yağış yağması ehtimalları var. May ayının artıq 11 gündüz saatlarında növbəti atmosfer cəbhəsinin təsirindən Gəncə, Qazaxda, Kiçik Qafqazda və Böyük Qafqaz rayonlarında lokal leysan xarakterli yağışların yağması mayın 10-undan 11-nə keçən gecə mayın 11-i günün ikinci yarısında bu proses güclənəcək. May ayının 11-dən 12-sinə keçən gecə Gəncə, Qazaxda və Böyük Qafqaz rayonlarında leysan xarakterli yağışların intensiv olması ehtimalları var. May ayının 12-si günün birinci yarısında yenə də Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda yağıntılar artacaq. May ayının 12-si axşama doğru bu prosesin Böyük Qafqazın şimal-şərq yamaclarından, yəni Dağlıq Şirvandan, Quba, Qusar ərazisindən Bakı ərazisinə doğru yaxınlaşması ehtimalları var. May ayının 12-si axşama doğru Bakıda da hava şəraitinin kəsin dəyişilməsi ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhliləri yayınlanacaq. Ümumilikdə
Ümumilikdə bu proseslər onu göstərir ki, may ayı ərzində Azərbaycan arasında böyük bir istilik dalğasının baş verməsi ehtimalları olduqca zəif bir ehtimaldır. 2026-cı ilin may ayının ortalarında Cənubi Avropada, Aralıq dənizi ölkələrində havanın temperaturunda may ayının ortalarında yüksəlmə ehtimalı var. İstilik dalğası deyilən bir proses Mərkəzi Avropada və Cənubi Avropada aktiv olsa da, may ayının ortalarında Azərbaycan arasında isə Rusiyanın qərbindəki sərin və soyuq hava dalğalarının tez-tez müdaxiləsi nəticəsində Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu prosesin nəticəsində gün ərzində hava şəraitinin bir neçə dəfə dəyişilməsi, hər iki gündən bir havanın temperaturunun yüksəlib azalması, Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, Naxçıvan arasındakı yanğınların isə tez-tez intensivləşməsi ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.